Yes. Okey millet. Bootstrap'ta izah olması başka bir şey kalmadı. Tamam mı? Bundan sonra neyle meşgul olacak? Bundan sonra ben size göstereceğim bunun içerisindeki hazır komponentleri. Bunları yoklayacak ki bunlar bize ne verir? Olabilir ki sizde Indianacan yaranmış suallar onlardan bağlanmış olacak. Komponentler, bakın bu da burada bizim komponentlerimiz mevcuttu. Getirsen. Məsəl üçün. Akordeon, yaxşı yol, gülə-gülə əsaslanmaz. Komponent dediğimiz nədir? Komponent dediğim, yani Bootstrap'ın istifadesiyle artık hazır yazılmış sayt hissəcikləri. Tamam? Mesela üçün akordeon dediğimiz budur, bakın. Yani böyle bir siyahı hansını ki basırsan açılır, içinde nasıl detallar var, bağlanır filan peşmeken bu akordeon. Ve bunun da növləri var. Yani bilmirəm nə dərəcədə bunlar fərqlənir, amma yani birinin nə bilim oxları fırlanır, bəziləri də bəziləri açıq olur, bəziləri də bağlı olur filan peşmeken və s. və baxır. Bunların hər birinin görürsünüz hazır yazılmış kodu var. Kopyalayırsanız, sayta yapıştırırsan çoğucu istəyəcək. Öyle mi? Evet. Növbəti komponent, alert. Belki de size çok lazım olmayabilir ama arada bir olur. Yani nəsə eləyirik, orada alert çıxdı ki, nə bilim, yaz. Parolu düzgün yaz. Veya nə bilim filan. Bu əməliyyatı eləmək olmaz. Veya nə filan silinəcək və s. Alertlər müxtəlif növ olur. Məsəl üçün, tutalım ki, müsbət alertlər ola bilər, uğurlu. Bunlar yaşıl renklər. Ondan sonra təhlükəli alertlər ola bilər. Bunlar qırmızı renklərdir. Warning ola bilər. Bunlar sarı narıncı renklərdir. Info ola bilər, light ola bilər, dark ola bilər, primary ola bilər, secondary ola bilər. Buradaki sözlər Bootstrap'ın hər yerində istifadə olunur. Belə ki, burada çox vaxtı rəngin özü yazılmır, amma söz rənglə asosiasiya olunur. Yani bütün success'lar yaşıldı, bütün danger'lar kırmızıydı, bütün warning'lar narıncıydı, bütün light'lar ne bileyim simple'lar maviydi, yani primary'ler göydü, ne bileyim secondary'ler bozdu vesaire falan. Okey mi? Alert de böyle bir kutudur, hansının ki içerisinde istediğiniz yazını yazabilirsiniz ve o da müəyyən bir renkten gösterir. Onların da her birinin burada kodu var, kod pastelirsiniz istiyorsa. Mesela show life alert, üstüne basırsınız böyle bir şey çıkır, basırsınız bağlanır. O hazır duracak kod. Kod götür, yapıştır işleyecek. Tamam? Sonra gelirik növbəti komponentə bəclər. Bəclər neyinsə yanında, yani bu formada müəyyən bir background'un içerisinde yazılan hakkı hesabdır. Bunun da gördüğünüz kimi ölçüler farklı olabilir. Ondan sonra yer farklı olabilir. Button içerisinde yazıklar misal üçün. Yani böyle üstünde olabilir, yumru olabilir, pil formasında olabilir, kvadrat olabilir, muhtelif renklerle olabilir, muhtelif ölçülerle olabilir. Ve her birinin gördüğünüz gibi kodu var. Artık klaslarla zaten kod pasteliyorsunuz, söylüyor. Tamam? Evet. Yaxşı, növbəti komponent breadcrumb. Breadcrumb nedir? Ekmek kırıntısı. Crumb. Ekmek kırıntısı. Çörek kırıntısı. Ne alakası var? Breadcrumb belə bir şeydir. Adətən səhifənin üstündə yerləşdirirlər. Hansı məntiqlə? Əgər ki saytımız çox şahəlidirsə, yani bunun içerisinden girirsen burada bu açılır, bunun içine girirsen bu açılır, bunun içine girirsen bu açılır. Bizim halihazırda saytın harasında olduğunu gösteren keşitlerdir bunlar. Yani halihazırda bu sayfadayıq, ondan evvel buradaydık, ondan evvel buradaydık. Ve buradan birbaşa bunun üstüne vurduğunuz vaxtı istediğiniz bölmeye qayıdabilirsiniz. Aydın mı? Yani bu bunun için aslında. Niye breadcrumb'dır bunun adı? Ne alakası var? Ne? Ben bir tane sayfanın kırıntısı vardı. Öyle bir şey. Ne? Kırıntısı vardı. No. Bu ne karamat. O. Bu niye böyle karamat? Nağıl var idi bir dənə. Sən deyirsən? Nağıl var idi bir dənə. Grimm qardaşlar. Adı Genzil ve Gretel. Okumuşsunuz?
Orada bir tane kişi var idi, arvadı ölür, 2 tane uşağı qalır, ikinci dəfə evlənir. Ondan sonra qaynanası deyəcəkdim ögey ana uşaqları sevmir, kişinin başının ətini yiyir ki, uşaqları götürür, apar meşeyi orada azdır. Var. O da qışın nə bilim, gecəsində uşaqları aparır, qoyur meşədə, çıxıb gedir. Yani qız da balaca qız, güya ağıllıdır. Yani evdən çörək götürmüşdü, çörəyi belə qırırdı cibində və yola tökürdü ki, sonra qırıntılardan evə qayıtmaq üçün yolu tapsın. Değil mi? Bu aydın məsələdir ki, onlar gedib ora meşəyə çatana kimi quşlar zaten hamısını yiyiblər, hiçbir şey de tapamadılar. Tamam? Ondan sonra gedirlər, nə bilim, qarınlarının evinə düşürlər, onlar yemək istəyir, nə bilim, nə filan fişməkən, qısaca nağıldır da, onlar özləri qarınlarını yiyirlər, ondan sonra nə bilim, qayıdırlar falan filan. Söhbət ondan gedir. Söhbət ondan gedir ki, həmin o çörək qırıntıları buradakı çörək qırıntılardır. Tamam? Yani bak, Almanlar orta əsrlərdə, qədim əsrlərdə olan Yunanlardan daha axmaqdır. Niyə? Çünki Yunanlardan necəydi? Mesela Minotavrı öldürmək istəyən kim idi? Minotavrı öldürmək istəyən kim idi? Yani qədim Yunan miflərini oxumamışsınız. Nə qədər? Çok büyükleri bu. Ariadne ona bir tane yumruk verir. Hayır, Girakl olabilir, neyse. Ona şey verir, sap yumağı verir, tamam? Ki bəs zadın içine girdiğin zaman, labirintin içine girdiğin zaman onun kapının ağzında bağla ki, ondan sonra onun gitkinden sap açılacak, sonra sapını geri qaydarsın. Okey mi? Yani ki orada kuş gibi söhbəti yok. Neyse. Bu elə qədim Yunanlarda var. Вот. Alman uşaqları da qədim Yunan miflərini oxumadıqlarına görə belə çörəklə necə deyərlər? Şeylərdir. Onun üçün kitab oxumaq lazımdır. Hellas. Yani, hər şey kitabda var. Kısaca, Kramp budur. Sonra, bu arada o kadar da istifade olunur ama yani bu çorapta var. Lazım olsa şeyleme olur. Benim en çok sevdiğim bölüm Batınlar. Niye onları sevirəm? Çünkü onlar rengarenkti, geçenkti, güzeldi bizim. Her cür renkte Batınlarımız var. Primary, secondary, success, danger, warning, info, light, dark ve böyle white. Her birinin burada klasları, inazatları, şeyleri var. Bu arada onlar bu formada rengarenk olmak mecburiyetinde değildir. Bunlar belə də ola bilər. Bunun adı outline buttons, yani sadece outline'ı var. Yani oradaki kimi. Sadece orada qaradır ortası. Burada ise ağdır. Üstüne de geldiği zaman böyle bir geçen efekt var. Tamam. Ondan sonra ölçüler farklı olabilir, büyük olabilir, küçük olabilir, orta olabilir, disable olabilir, enable olabilir falan filan. Her cür batınlarımız var. Mesela 100%'lık batınlarımız var. Ne bileyim 50%'lık batınlarımız var. Sağda yazmaq istəyirsən, solda yazmaq istəyirsən falan filan vesaire. Bakın necə istəyirsən yazabilirsin. Tamam? Her birinin burada kodu var. İstəyirsiniz. Yani özdə bəzilə batınlarının da var, aya da tətbiq eləmək olar. Ne istəyirsiniz tətbiq eləmək mümkündür. Burada əsas məsələni bizim klaslar təşkil edir. Aydın mı? Evet. Yaxşı. Ondan sonra növbəti bizim komponentimiz. Button group. İndi deyəcəksiniz ki, değil mi? Bəli, dünənləri işlədiyimiz elədir ki var. Dünənləri işlədiyimiz, ona bir vagon vaxt sərf eləmişik, sərfələrlə kod yazmışıq filan, ama yani ki burada bu hazır var idi. Yani bu sıra istifadə eləsəydik, bunu kopya eləyirsən, past eləyirsən, çox hazır. Bəs rəngini? İndi qayıdırıq o bir məsələyə. Deməli, bak, mən bayaq nə demiştim? Demiştim ki, əgər ki, hər hansı bir frameworkdan istifadə edirsənsə, onun içine ne kadar az müdaxilə eləsən, bir o kadar az içine etmiş olacaqsın. Okey mi? Frameworklar sana müəyyən bir imkanlar verir. Okey mi? Onlardan deyir ki, istifadə edə bilərsən. Yox, sən özündən bir dənə hokka çıxartmaq istəyirsənsə, o mütləq şəkildə framework'un içərisinə etməkdir. Tamam? Gələn dərsdə bizə elə bir ehtiyacımız olacaq.
Niye? Çünkü biz nəinki sadece framework'tan istifadə edəcəyik, Bootstrap'dan istifadə edəcəyik. Hətta müəyyən bir şablonun maksimum dərəcədə oxşarını ortaya çıxartmalı olacağıq. Orada bizim məcburiyyətimiz doğur ki, yəni ki, şablonu oxşamalıdır. Tamam? İndi mən onu sizə göstərəcəm gələn dərsdə ki, o framework'a necə içinə etmədən, tamam mı, müdaxilə eləmək təhlükəsiz yollarını göstərəcəm. Tamam mı? Burada isə sənin eləyə biləcəyin ancaq odur ki, misal üçün burada nə yazır? Button, outline, primary. Düzdürmü? Əgər ki, primary-ni misal üçün warning eləsən, o zaman bu olacaq qırmızı. Əgər outline-ını yığışdırsan, o zaman onun içərisi olacaq qırmızı. Tamam? Yəni ki, klasslarla istədiyini ərsəyə gətirə bilirsən, yəni, prinsipcə. Ama bu sana ancak bu kırmızısını verir. Misal için sen vişne kırmızısını istiyorsansa o şey alınmayacak. Veya nasıl başka bir şey istiyorsansa o şey alınmayacak. Onun için başka yollar var. Ama ümumilikdə struktur baxımından yani ki bir xeyli burada müxtəlif imkanlar mövcuddur ki, bunlardan istifadə edə bilərsiniz. Yəni belə deyək də, əgər ki sən məsələn də tez bazar bir startup üçün sayt yığmaq istəyirsansa, sənin üçün orada fonksiyonallıq deyəsən. Yəni göy rəngin çaları əhəmiyyət kəsb eləmir. Götürürsən primerisini, şəkləyirsən, gedir. Yox, əgər ondan aynanay, onun üçün vaxt lazımdır. Rənglərlə, zadlarla oynamaq üçün onu sonradan eləyə bilərsiniz. Amma burada hətta belə şeylər belə mövcuddur. Onun üçün Bootstrap'a sağ ol deməmək düzgün deyil. Düzgün deyil, həqiqətən qəşəng imkanları bizə verir. Tamam. Növbəti kampanya. Onu da görəndə deyəcəksiniz ki, çünki bu kampanyanın adı Kart. Kart siz nədir? Kart budur millət. Şəkil, başlıq, yazı, düymə. Və ya budur, məsəl üçün tutalım ki, balaca başlıq, böyük başlıq, yazı, link. Və ya misal üçün budur, şəkil, yazı. Və ya misal üçün budur. Şəkil, yazı, başlıq, linklər, nə bilim, nə filan feşməkən. Hər cür kartlar burada mövcuddur. Bu formada var, ondan sonra bu formada var, ondan sonra bu formada var, ondan sonra nə bilim, yan bayan var, ondan sonra nə bilim, müxtəlif ölçülərdə var, sonra nə bilim, yəni ortadan, sağdan, soldan, yəni ki, tablarla ola bilsin və ya nə bilim, başqa bir formada ola bilsin. Məsələn, full screen, image yuxarıdadır, image aşağıdadır, image üçün arxa fondadır, ondan sonra nə bilim, böyürdə ola bilər, ondan sonra hər cür rəngdə ola bilər, outline ola bilər, ondan sonra nə bilim, sütunlar formasında bir-birinə yapışmış vəziyyətdə ola bilər, ondan sonra sütunlar formasında aralı vəziyyətdə olanlar ola bilər, 4 sütun, 3 sütun, 85 sütun, yəni yumru qıraqlı filan feşməkən. Yəni, hər cür formada burada görürsünüz artıq hazır kod var. Hətta bunu götürüb, misal üçün, kopyalayıb tutalım ki, gəlin biz də yerləşdirək. Test yox mu? Okay. Mən burada deyirəm ki, mənim bir dənə divim olsun. Əvvəlcə nə deyirəm? Yox, bu. Hərçənd konteyner uca var. Tamam, okey. Birbaşa buraya yapışdırırım. Konteyner uca var. Birbaşa baxın, class row-dan başlayırıq və onun içində baxın, class qollar mövcuddur. Beşin. Baxırıq ki, bu bizə bunu necə göstərəcək. Bu arada əminəm ki, yaxşı göstərməyəcək, çünki burada şəkillər var, hansıların ki, sorusu boşdur. Onun üçün, gəlin heç olmasa, biz neyək? Bizim bir əvvəlki sayt var idi, bir də bu. Bunun imicini mən bura kopyalayayım. Ki orada şeyler var idi. Orada şeyler var idi, şekiller var idi. Onda şekil var. Ben bunları burada istifadə edeceğim. Bunlar benim işime yarayacak. Mesela burası olsun. Image tag'in içinde bu image tag. Tamam. Burası olsun. Image mesela için kish tag. Burası olsun mesela için image. Tamam ki beauty tag. Burası olsun, misal üçün 1.4. Tamam? Yes. Ve bakın. Hazırsınız? 1, 2, 3. Oba. Evet. Bu formada mənə bunu verir. Bu nə deməkdir? Bu deməkdir ki, burada əslində
Buradaki şeylerden istediğiniz kadar olabilir. Yani 5. de olabilir, 6. da olabilir, filan fişmekan vesaire var. Tamam? O onları neyecek? Onları istediğiniz kadar olsun, istediğiniz kadar olsun, onları bu formada düzmeye devam edecek özü. Tamam? Qəşəng, gözəl, sərgəli, yəni filan fişmekan. Ve bunları biz mesela üçün də responsivdir. Responsivdir mi? Bəli, responsivdir. Ne vaxta kadar, medium'a kadar, medium'da olur alt-alta. Bu şekilde güzel alt-alta görsənir. Ve salam şu tamam. Yani hazır kart. Sadece yazılarını değiştirirsiniz, şekillerinizi değiştirirsiniz, olur size sayı. Okey mi? Tamam. Yaxşı. Kartlar belə değil. Sonra növbəti komponent karusel. Karusel nedir? Fırlanan şekilde değiştiren. Karusel budur millət. Baxın. Bizim slider dediğimiz. Yani beləncəsi var. Altında misal üçün quşlu olanlar var. Buradan da değişir, buradan da değişir. Ondan sonra hem oklu, hem kuşlu, hem de ki yazıları olan var yani ki burada da var böyle bir şey. Başka efekti var misal için fade efektten yani biri yanır, biri sönür falan bu şekilde değişir falan fişmek yani bir sürü istediğiniz kadar karuseller var. Yani ki bunları elden değiştiririk. Burada bir tanesi de var mesela için özünü değişir. Ben istemiyorum. Yakın ki. Ha, bu özü mesela fırlamalıdır. Niye fırlamalı bilmiyorum. Fransızda. Neyse. Hiç bilmem. Bilmiyorum. Ha, her neyse. Okey? Yani bu da aynı qaydada, bu da aynı qaydada misal üçün istədiyinizi götürüb kopyalayabilirsiniz. Şu hazır. Yani ondan sonra getirip misal üçün istədiyiniz yerə mesela header'a bırak. Şamil edə bilərsiniz. Tak. Bu içindeki yazılar değişebilir yani. Hazır değil. Yani sırayını çıkarmadan ben de kısa yazan. Bunlar HTML kod nedir? Sen burada nasıl değiştirebilirsin? Yani tekstler. Hadi bir sual verebilirim. Hı. Bu bayaqki sualına əlavə edər, misal üçün orada CSS eləyə, bootstrap. Onu yükləyib özünüz modify edə bilərik. Rəng falan bir etmək istəsək. Bir daha diyelim. Sen ona ne kadar çok müdahale edersen bir o kadar içine etmiş olarsın. Eğer sen Bootstrap'ın CSS'ini değiştirecek kadar ağıllıysansa otur öz framework'unu özün yaz. Ki nəzəri olarak indiki bilgilerle belə bu mümkündür. Yok eğer sen Bootstrap'tan istifade ediyorsansa o zaman ne bade ona el vurasın. Ona el vurmanın yolları var. Üsulları var. Bunu birbaşa CSS'i değiştirmekle eləmirlər. Çünkü orada yani 10 milyarla sətirlik CSS kod var. Sen bir yerde değiştireceksen, onu bir yerde değiştirmeyeceksin ve konkret olarak içine etmiş olacaksın. Tamam? Onu elə eləmirlər. Onun değişenleri var, parametrleri falan feşmekan ve onun nastroykasını sahasla edirlər. Tamam? Yes. Ama yani ki bize lazım olan efekti elde etmek için Bootstrap'a el değmeden daha onu eləmək mümkündür. Bayaq elədiyimiz kimi, bayaq mən nə elədim? Mən özümdən bir dənə klass yarattım və lazım olan elementə həmin klassı tətbiq elədim. Vəssalam, yəni Bootstrap'a əldə etdim, xeyr. Mənim öz klassımdır, heç kimə ziyanı yoxdur onun. Yes. Onun üçün o bayaqki şeyləri qoyun bir qırağa, tamam? Yəni ki, o içimizden gelen vəhşi istəklərimizi, tamam? Onun üçün onların axırı heç vaxtı yaxşı qurtarmır. Yani o derecede kreativ olmuyor. Tak, bu da bizim slayderımızdır. Ne? Burada görürük ki şəkillər fərqli ölçüdə olduğuna göre yani böyle zayıf bir efekt əmələ gəlir, oplanmaya əmələ gəlir. Bunu yani Bootstrap'a çok da el değmedi ama bize lazım olan şekilde müdahale mümkündür. Misal için imajların ölçüsü eğer problem kəsb eləyirsə, bizim imajlar nədir? Bizim imajlar carousel item active, carousel item'ın içinde duran imajlar. Onun için ben götürürüm bunu, burada yazıram ki carousel item'ın içindeki imajın ben istiyorum ki misal için hündürlüğü olsun 50 inç. Tamam.
Ve salam şu tamam. Ne baş verdi? Hiç ne. İçine ettim. Çünkü sıkıldı. Düzdür mü? Tabii. Sıkılmaması için devam ediyorum. Object fit olsun cover. So. Ve salam düzelttim. Tamam mı? Özde VH'le verdiğim için bu mobile'da da normal görsənəcək. Ondan sonra ne bileyim her yerde normal görsənəcək. Burada da normal görsənəcək. Tabletdə de normal görsənəcək. Desktop'da da normal. Şaşırtıcı olmaz diyorsun. Ne? Şaşırtıcı olmaz diyorsun. Çünkü şekil bu boyda şekilde eğer yadındadır. 200 piksellik şekildir. Ben onu bu dəqiqə 1000 piksele yaymışam. Şekil bulan koydum. Muza bak, neye muza ediyor? Bu keyfiyetli şekildir. Çünkü bu hansıydı? Çünkü bu bizim header background şeklidir. Bunlar çıktığı şekiller idi balaca. Ne istiyorsan sen ondan. O dehşet diye. Ha. Çok mısırımız koyanda yani böyle mantıklımız koyanda yani. Okey, bu slayderımızdı. Allah hoşbaht eləsin. Ha, burada da bu arada o var. Fikir vermişsinizsə, vermezsiniz tabii ki. Desktop'ta bakın buradaki yazılar burada görsənir. Ama mobilde slayderın özünde onları mobilde bakın yığışdırırlar. Yazılar olmur. Sadece bunlar olur ve oklar olur. Okey mi? Bu uca slayderın öz xüsusiyyətidir. Tamam? Bəyək eləmişdik onları. Bakın yazır ki bunun displeyi nondur. Ama medium'dan sonra displeyi olur blok. Veya göstermiştim bunun sualıyla alakadar. Evet. Hamısını değiştirebilirsiniz. Emin. Yazısını da değiştirebilirsin. Şeklini değiştirebilirsin. Hatta klasları belə değiştirebilirsin ya da tekleri değiştirebilirsin. O senin değiştirebilme kabiliyetinden asılıdır. Eğer ne olduğunu ve necə işlədiyini bilirsense istediğin kimi değiştir. Tamam? Gelsin. Ayrılmasalar ki bu değiştirme için nazarda tutulur. Bu sadece template'ti yani. Burada first slide ömür billah yazmalı değil ki. Yani bu şekil koyursun, first slide yazılır. Sonra close button, yani bir kere şeydi, sadece button'dı. Sadece bundan söhbət gelir. Yani diye bundan. Onun önce hazırı var. Tamam, növbəti şey, collapse. Collapse nerede? Collapse budur. Gördünüz? Nerede? Üstüne geldi, bastığımız zaman böyle bir şey açılır. Bu collapse. Açılır bağlanır. Tamam? Açılır bağlanır. Yani istediğiniz şekilde açılır, istediğiniz şekilde bağlanır. Yani falan peşmek. Okay? Sonra drop down. Drop down aynı şeydi. Yani açılıp bağlananda ama adeten batına bitişik olur. Yani ki burada da aşağı açılanlar var. Yani muhtelif renkli batınlarla elemiyorlar. Ondan sonra istikamet söhbəti var. Yani misal için bu bu yukarı açılanlardı mesela. Ondan sonra bu misal için ne bileyim ne falan. Böyle açılanlar. Okay. Her tür drop down'lar var. List group. Bundan zəhləm gedir. Yani bu görüntü hiç mənə göre hoş görüntü değil. Çünkü liste oxşamır mənə göre. Bunu daha çok cədvələ oxşadıqlar. Ama bu strapın tipi bundan ibarətdir. Hərçənd bir balaca mürekkep şeylerde, bir babacığım mürekkep şeylerde var. Mesela böyle bir şey var. Bu hoştur. Ha. Yani böyle kırt çerçevesi yoktur. Pis değil. Ondan sonra nömrəli listi, ondan sonra ne bileyim, bu formada, bu ucu babaktır. Bu nömrəli listi, burada mesela üçün nəsə məlumat var. Filan feşmək yani. Burada ucu bu listten daha çok cədvəlli. Neyse. Ama yani ki var. Lazımdırsa istifade edin, lazım değilse özür dileriz. Ben misal üçün. Okey. Tamam. Benim için de var. Bu da listi falan. Görürsün listi, bildiğiniz list. Bu L'di, içinde L'di. İçine inputları ve ne bileyim label'lar elave edilir. Ama yani ki bu size sadece değil ki eğer bu şekilde bir elemente, komponente ihtiyacın varsa bende var, götür istifade edin. Tak. Növbəti komponent. Model. Model nedir? Vallahi. Ne? Modal, biliyorlar. Modal. Modal millet böyle bir şeydir. Düğmeye bastığımız zaman sayfanın ortasında açılıp sayfanın qaraldan böyle içine bir pencere. Tamam mı? Evet. Bunun da burada muhtelif növləri var. Yani büyükler, balacalar, scrolllu olanlar, scrollsuz olanlar, ortada dayananlar, ne bileyim içerisinde zirzibili olanlar. Yani ne istiyorsunuz? Ne istiyorsunuz var. Tamam? Özde bu size dümen
düymənin kodunu da verir, modalın kodunu da verir, hər şeyi verir. O. Növbəti komponent. Ay Məhəmməd, sənin üçündür bu. Especially for you. Okay? Navbar. Tamam? Navbar, bəli. Müxtəlif şəkildə. Logosu, linki, açılan şeyləri, şorçu, morçu filan fişmək. Yəni, любой konfigurasiyada burada navbarlar var. Misal üçün, responsive behavior'sı baxır. Tamam? Məsələn. Tamam, belə bir navbar kopyalayıram. Və məsələn, deyirəm ki, ən təpəyə yerləşdirəcəm. Məsələn, bootstrap lazım deyil. Bunun təpəsinə bir dənə navbar yerləşdirirəm. Baxın, navlinkin içində veriblər onu. Aha. Container fluid var burada. Fluid olduğuna görə nə olacaq? 100% olacaq. Baxırıq bu nədir? Aha, bu. Bu navbar 100%'lik. 100%'lik istəmirsansa fluidi buradan rədd edin. Tamam. Olsun beləncə. Tamam. Və diqqət. Menü. Bunu daralttığımız vaxtı bam! Bunun adı gedir hamburger menü. Yəni ki, belə bir hamburgerə dönüşür. Mobile şeylərdə, mobile görüntülərdə bu formada görsənir, heç görsənmir. Açılır, istifadə edirsən, bağlanır filan fişməkandır sizin navbarınız. Aydındır. Böyük ehtimal ki, bunu nəzərdə tutmuşdun. Yəni ki, sütunlarda o biraz fərqli bir şeydir, ona olmaq məcburiyyətində deyil. Okey, bu hazırı burada mövcuddur. Yəni ki, dediyim kimi götürüb istifadə edə bilərsiniz. Uca hazır şeydir. Və hə, yəni ki, bunun da kodunu bağlaya bilərik. Nə deyək? Niyə bu boyda olur? Kim deyə bilər? Yəni bir bağlanma şey niyə heyvan boyda olmalıdır? Axır. Tövbə ya, estağfurullah. Bu nə ya? Məsələn bu. Bu onun altında açılır. Windows, Windows. Evet. Burada da istediğin şeyi değiştirebilirsin. Yani bura logo əvəzinə hidden brand yazılmaq məcburiyyətində deyil. Yəni ki, sən bura rahat bir şəkildə image eləyə bilərsən, deyə bilərsən ki, burada mən məsəl üçün switch logosundan istifadə edə bilərəm. Və o zaman səndə menüdə yəni switch logosu olacaq, deyil burada. Yəni görsənmir çünki ağdır bunun şeyi. Əgər biz desək ki, bizim body'mizin background'u olsun məsəl üçün boz, o zaman bu görsənmir. Niyə görsənmir? Çünki bunun background'u ağdır. Tamam? Əgər ağdırsa, biz onu dəyişdirə bilərik. Məsəl üçün deyə bilərik ki, bu primary olsun. Primary hansı rəngidir? Göydür. Göy burada görsənmir. Dark var mı? Dark yoxdur. Background primary yazırıq. Mesela bu da sənin menün. Mükemmel. Yəni səni misal üçün də tutalım ki, primary şeyləmirdirsə, o zaman başqa zatlardan istifadə edə bilərsən. Tekstini də light eləsək. Belə qiymədi. Belə də qiymədi. Belki neydi? Terşeli. Bunlar tündüydü. Bilmem. Neyse, background da. En azından logonu görür. Okey. Yaxşı, devam edirik. Devam edirik. Ne var idi burada başqa? Nav and tabs. Saytın içərisində balaca başqa navlar varsa, onlar üçün də müxtəlif burada şeylər mövcuddur. Onlar vertikal şəkildə də ola bilər, horizontal şəkildə də ola bilər, tablar formasında, buttonlar formasında da ola bilər, filan fişməkan. Bu arada bizim düzəltdiyimiz kimi, baxın, ulenin içində lilərdir, onun içində alardır, bunlara da bu formada button formasını veriblər. Hər cürünə şeylər, burada variantlar mövcuddur. İstədiyinizi tapırsınız, kopya edirsiniz, istifadə edirsiniz. Tamam? Drop-downlar var filan. Okey. Növbəti komponent of canvas. Of canvas, yəni canvasdan çöldən. Modala oxşuyur məntiqən və bu şəkildə işləyir.
Yani model ortada çıxırdısa bu böyrdən çıxır. Yəni də səhifəmizi qaraldır. Yəni ki və bu formada. Yəni bu sadəcə soldan çıxmaq məcburiyyətində deyil. Bu hər bir yerdən çıxa bilər. Məsəl üçün bu yuxarıdan çıxır, ondan sonra sağdan çıxır, aşağıdan çıxır və s. Okay. Sonra pagination. Pagination əslində bu dəqiqə saytlar üçün aktual olan bir şey deyil. Niyə? Çünki çox vaxtı biz artıq aşağı fırladırıq, növbətlər yüklənir. Tamam, bu formada gəlir, amma bəlkə də hardasa, nə vaxtsa, yəni ki, bu şəkildə səhifələmə lazım olsa, var. Placeholder. Placeholder'ı görmüş olarsınız. Bu bilirsiniz nədir? Məsəl üçün, hansısa application'da adətən məzmun yüklənməmişdən qabaq burada nəsə var deyə göstərmək üçün bu formada görsənən bir elementdir. Görmüşsünüz, yəni Pinterest'də var, Instagram'da var, Twitter'da var filan peşmek. Yəni bu məzmun gəlməmişdən qabaq bu şəkil onu göstərir, biraz yanıb sönür, ondan sonra kontenti yükləyir. Buna bəzi frameworklarda skeleton deyirlər. Necə? No, o deyil. Yəni placeholder yerini tutan. Input'taki placeholder məzmunun yerini tutur. Burada da prinsipçi məzmunun yerini tutur, amma bunlar input deyil. Yəni bu sadəcə elə belə. Tak, ondan sonra popover'lar. Popover pekala şeydir. Yəni ki, bunun üstüne bastığımız vaxtı açılan belə haqq hesablardır. Yəni çox heç ciddi bir şey deyil. Neyse ama var. Ondan sonra progress bar var. Neyse yüklüyürüksə və ya nə bilim, yiyiriksə nə qədərini, yükləmişsən nə qədərini tamamlamışsan göstərən bir şeydir. Naziyi var, qalını var, faizlisi var, müxtəlif rənglisi var, ondan sonra nə bilim, yəni xırtlısı var, bir neçə hissədən ibarət var, hətta və hətta animasiyalısı belə var. Ondan sonra scroll, spy. Maraqlı bir komponentdir, hansını ki çox vaxt istifadə eləmirik, amma bəzən bəlkə lazım ola bilər. Misal üçün nə var? Əgər ki bizim səhifə daxili linklərimiz varsa, məsələn, uzun mətndir, onun müəyyən hissəsinə biz keçid eləmək istəyirik. Məsələn, tamam, nə bu? Okay. Hal-hazırda hansı bölümdə olduğunu göstərən elementdir bizim scroll sky. Baxın, second heading bura opanır, first heading buna opanır, tamam? Drop-down'un içərisində də şeylər var, baxın göstərir ki, tık, hardayıq filan, tamam? Bunun horizontal versiyası da mövcuddur. Bunun vertikal versiyası da mövcuddur. Bu da maraqlıdır, baxın. Hal-hazırda hansı bölümdə olduğumuzu burada göstərir. Yaxşı. Spinner. Spinner nədir? Yox, fırlanan. Aha, bu da budur. Nəsə loading etdiyi zaman fırlanıb bizi gözlədən şey. Yəni ki, o fırlanır, biz mal kimi ona baxırıq, ləzzət edirik. Yəni budur. Tamam? Fırlananlar da var, başqa cürünə olanlar da var. Belə growing spinner da var, yəni ki, böyüyüb, yanıb sönənlər də var. Hər cür rəngdə, ölçüdə və nə bilim şeydə mövcuddur. Onu istədiyiniz yerdə istifadə edə bilərsiniz. Batını soxa bilərsiniz, elə belə fırlana bilər və s. və baxır. Yəni ki, buyurun. Tamam. Tak, sonra nə var idi? Az qalır. Səbir. Tostlar var. Tost nəyə oxşuyur? Tost budur. Baxın, beləcə belə bir notification. Hansılar ki, yəni oradan buradan çıxır, bizim baş beynimizə aparır. Ki, nə bilim, Facebook'umuza yazılmaq istəyirsinizmi və ya sizə notificationların gəlməsini istəyirsinizmi və cookie'ləri qəbul edirsinizmi falan filan. Tamam? Bunlar tost. Və nəhayət, tooltip. Tooltip millət popovers kimi bir şeydir. Sadəcə popovers'da biz şeyin üstünə basırdıq, o açılırdı. Burada basma ehtiyac yoxdur, üstünə gəlirsən, bu özü belə peyda olur. Tamam? Yəni ki, yuxarıda, aşağıda, sağda, solda filan feşməkən, yəni belə haqq hesablar. Tamam? Bu cür komponentlərimiz var. Bundan başqa heç mi bir şey yoxdur? Var, təbii ki var. Məsəl üçün, cədvəllər qabağımıza çıxdı mı? Yox. Formslar qabağımıza çıxdı mı? Yox. Hərçənd formslarda burada, baxın, ayrı bir bölmə ona ayrılıb, yəni ki, bunun içərisində hər cürünə mövcuddur. Yəni inputlar var, yan-bayan olanlar var, ondan sonra açılanlar var, yəni ki, ondan sonra nə bilim checkboxlar var, nə bilim filan feşməkən. Yəni hər cürünə
müxtəlif belə şeylər mövcuddur. Tamam? Evet. Ondan sonra table mable'da eyni qaydada bunlar yəqin ki buralarda olar. Məsələn, yox burada değilmiş. Yəni başqa bir yerdə çıxar qabağımıza 100%. Harada çıxar? Bilmirəm. Amma bir də tables məsəl üçün də cədvəllərin müxtəlif növləri filan fişin. Tamam? Yəni axtaran tapar, bunun içərisində həqiqətən də hər şey mövcuddur. Hazır kodlar var. Onları götürüb istifadə edir. Həcə. Siz bayaq dediniz, kimsə məsələn kodunda istifadə etdiyi şeyi götürüb özünüzdə istifadə edə bilər. Mən işə demişəm. Bootstrap'a başlayanda dediniz ki, kiminsə yaratdığı bir şeyi siz dəyişə bilərik demişdik, nə vaxt işləyəndə. Sonra? Yəni onu kimsə yaradıb GitHub'da falan paylaşsa, onu biz işlədə bilirik. İşlətdi. Bir kərədən paylaşıbsa, səncə niyə paylaşıb? Yəni işlədə bilirik, necə kodu kopyalayıb atır. Hadi götür də buradan necə copy-paste eləmirsən, sonradan da copy-paste eləyə bilərsən. Yəni əgər webdə nəsə paylaşılıbsa, sən paylaşanda by default deyirsən ki, mən paylaşıram, götür istifadə elə. Yox, əgər istifadə eləməsini istəmirsənsə, GitHub'da private push var. Private push'u qoyursun, səndən başqa heç kim görə bilir. Şu göz salam, yəni. Git'e nəsə yazırdım, mən ondan sonra kopar gəldim. Yəni Git'in məhzi ondan ibarət ki, paylaşıram, götürüb istifadə edə bilərsiniz. Yəni bu paylaşmaq nə deməkdir? O deməkdir. Yəni bizdə bu dəqiqə yoxdur. Məsələn, tutalım ki, bəzi regionlarda, rayonlarda, onlarda Novruzda konkret olaraq qapılar açıq durulur. Tamam? O stolun şeyin ortasında, otağın ortasında stol qoyurlar. O başdan ayağa doldururlar. Şəkər, bura, paxlava, nə bilim, tortlar, boz fındıq, nə bilim, mürəbbə filan keçmək. İstəyən adam yoldan keçir. İstədiyi açıq qapıya girib, stolda olan istədiyi şeyi götürüb yiyir. Tamam mı? Yəni, hətta bu məqsədinin zaten onu qruplar, açıqlar, nə bilim, nə filan keçmək. Nəzir kimi bir şey da deyildir. Bu şəkildə şudur. Ya yox, bunu istəmirdinsə, bir stol niyə açırsın, içine doldurursun, iki qapını niyə açıq saxlayırsın? Baxla gündən 3 gün gülməsin. Yes. Ay Allah. Çok. Bugünlük bu kadar. Bugün bizim materyalımız olabilsin ki çok olmasın. Ben size bunu yenə də göndərirəm. Bilmem işinize yarayacak, yaramayacak. Ama gelen ders için bizim şeyimiz var. Neydi onun adı?